Salam. Vüqar Zeynalovdan kimyəvi rabitə, hibridləşmə kristal qəfəsinin tipləri. 54-cü sualdan qaldığımız yerdən davam eləyək. Deməli, natrium qeyri-üzvü turşu ilə əmələ gətirdiyi normal duzda bir hidrogen atomu var. Normal duzunda hidrogen atomu olan ya H3PO2-nin duzu olar, ya da ki H3PO3-ün bir hidrogen atomu deyirsə, bu olacaq natrium 2HPO3. Çünki bunda olsa belə olacaqdı. Natrium H2PO2. Burada 2 olduğu üçün biz bu variantı seçmirik. Bundan davam eləyirik. Bu dozda fosforun oksigenlə rabitəyə sərf etdiyi elektron sayının neçə faizini siqma rabitə sayı təşkil edir? Gəlin, baxaq. Açıq quruluşun yazsaq. Deməli, fosforun oksigenlə rabitəyə sərf etdiyi elektron sayı gördüyünüz kimi 4-dür. Neçə faizini siqma rabitə təşkil edir? Burada deməli, ion rabitədə siqma rabitə olmur. Siqma və pi rabitə kovalentdə olur. Siqma rabitələrə də baxsaq, 1 burada, 2, 3, 4. 4 ilə 400%, o birisi də 4 olduğu üçün 100% götürülür. Hələ 5-ə baxaq. Uyğunlaşdırma sualıdır. Uyğunluğu müəyyən edin. Atom kristal qəfəs. Deməli, bura 2 ilə 5 gedəcək, silisium O2 və almaz. Molekulyar kristal qəfəsə 1, 4. İon kristal qəfəsə də 3, 6. Deməli, X verib bizə. X-dan da xlorpiren alınır. X karbohidrogendir. X-da rabitədə iştirak edən p orbital sayı 2-3 moldur. Bu X nədir? Gəlin onu tapaq da. X xlorpiren necə əldə olunur? Deməli, vinil asetilenlə H-xlorun reaksiyasından xlorpiren alınır. Və bu deyir ki, X-də rabitədə iştirak edən p orbital sayı 2-3-dür. Gəlin bu 2A- 2A-3 p orbital sayını tapaq. P orbital sayı, baxın, bu pi rabitələrdə iştirak edənlər də 1, 2, 3. 3 vur 2. 6 dənə p orbital var. Buradan da A-nı tapsaq, 2A bərabərdir 9-a, A bərabərdir 4 onda 5-ə. Deyirəm, başa düşürüz, bu 6 hardan gəlir. Bu ümumiyyətlə SP, bu da SP. Buradakı siqma rabitə onsuz SP arasındadır. Bu SP2, bu da SP2. Hidrogendəki S orbitaldır. Bu yerdə qalanlar, bu rabitələr isə P orbitalları hesabına yaranıb. Xlorpiren molekulunda rabitədə iştirak edən p orbital sayını müəyyən edir. Xlorpirenin də açıq quruluşunu yazsaq, burada xlor da var. Onu nəzərə almalıyıq. Xlor da çünki p orbitaldır. Deməli, baxaq görək burada nə qədər p orbital var. Deməli, p burada 1 dənə 2, 3, 4, bu da 5. Bu 5 idi, bu 6 idi. Burada A-nı tapmamış da yaza bilərdik. Bu deməli 2A-4-dür də. Minus 3 olanda 6 edir, minus 4 olsa 5-i verəcək bizə. Həll etdin sual, adi şəraitdə adi şəraitdə molekulyar kristal qəfəsinə malik olanlar hansılardır, onlara baxaq.
Deməli, 1-dən 5 olacaq burada. Bir bu, bir də bu. Nəyə görə 1-dən 5? Çünki adi şərait söz deyir. Adi şəraitdədirsə, deməli o adi şəraitdə bərk aqreqat halda olmalıdır. Çünki bu kristal qəfəs ümumiyyətlə bərk halda olan bir şeydir. Maye və qaz halında kristal qəfəs olmur. 58-ci suala baxaq. 22 qram CO2 0,5 mol kalium OH reaksiyasında alınan duzun 1 molunda ümumi rabitə sayının polyakarbonat rabitə sayına nisbətini hesablayın. Deməli, CO2 üstəgəl kalium OH. Bu 0,5, bu da 0,5 olandır. Yəni, birin birə nisbətində buradan alınır kalium HCO3. Ümumi rabitə sayının. Burada ümumi rabitə sayı. Oksigenin valentliyin vurursunuz 2-yə ümumini say edir. Ümumi 6-dır. Polyar kovalent rabitə sayının nisbəti isə deməli, nə edəcəyik? Burada ion 1-dir. Kalium 1-dir. İndeksinə vursaq 1 edir. Və kovalenti tapsaq, ümumidən çıxırıq ion 5. 6-ın 5-ə nisbətdə bizə verir 1,2-ni. 59-cu suala baxaq. 11,2 qram kalium OH və 9,8 qram H2PO4-dən alınan duzun 1 molunda polyar kovalent rabitə sayını hesablayın. Bu deməli kalium OH 11,2 qram nə deməkdir? 0,2 mol deməkdir. 9,8 qram isə 0,1 mol deməkdir. Yəni 2-nin 1-ə nisbətində reaksiya gedir. 2-nin 1-ə nisbətində reaksiya gedəndə buradan alınır kalium 2, HPO4, üstəgəl H2O. Burada alınan duzun 1 molda olan polyar kovalenti hesablayaq. Deməli, bunun ümumisi oksigenin valentliyin vurun indeksinə 2, 4, 8. Bunun kovalenti nə olacaq? Metalın valentliyin vurun indeksinə 2. Kovalenti yox, ionu. Kovalentin sayı isə ümumidən çıxın ionu. Bu dedik 6. Cavab burada 6-dır. 60-cı suala baxaq. 2 mol kalsium OH2 verir bizə 3 mol H2PO4-dən reaksiyaya girəndə məhsullarda kovalent rabitə sayının ion rabitə sayı nisbətini istəyir. Deməli, 2 mol bundan üstəgəl 2 mol H3PO4 alınır. Buradan 2 mol kalsium HPO4 üstəgəl 4 H2O. Artıraq. Alınan məhsullara baxaq. Burada bir məsələ var ki, 3 mol H2PO4-lə reaksiya girəndə bunu 1 mol da artıq qalır H2PO4-ün. Və o deməli kalsium OH2 üstəgəl H2PO4. Gəlin baxaq. Burada 2 mol bizim alınan məhsul dediyi üçün məhsullara baxarsanız 2 mol deməli kalsium HPO4-ümüz alınır ki, bunda 4 dənə ion rabitə var. 12 də kovalent. Nəyə görə 2 mol olduğu üçün mollar nəzərə almalıyıq burada. Əmsallar nəzərə alınsın, görürsünüz burada yazsın. 1 molunda 8, 2, 4, 8 oksigenin valentliyi vurursunuz. İndeksinə 8 dənə deməli rabitə olur. Ümumi 8-dən 2 çıxsaq 6 dənə kovalenti olur. 6 içində 12, 2 mol daxı. 4 dənə də ion olur kalsiyuma görə. Birində çünki 2-dir. Sonra yerdə nə qaldı? 4 mol H2O. Burada isə 8 dənə kovalent rabitə var. Bizə nə istəyir? Kovalentin ion sayına nisbəti. Deməli, 12 üstəgəl 8 və bizim 1 mol H3PO4-ümüz var idi axı.
Burada alınan məhsullarda deyib, amma bunu da nəzərə almalıyıq. 1 mol H2PO4-də artıq qalıb yəni sonda olan maddələrə baxsaq, 1 mol H2PO4-də də 8 kovalent var. Bölürük iyonun sayını, bu da edir 7. 61-ci suala baxaq. Deməli, bizə 3 burada reaksiya verir, çıxımları verib. Reaksiya zamanı 12 mol rabitə yaradan P orbitalına malik CO2 alınmışdır. Reaksiya üçün götürülmüş kalsium karbiddə neçə mol kovalent rabitə var? Deməli, birinci olaraq bu CO2-yə baxaq. Çünki bizə burada açar sözü burada verib. Nə deyir, baxın. 12 mol rabitə yaradan P orbitalına malik. Bu sp hibridləşmədir. Buradakı P-dir. Buradakı da P-dir və bu oksigenin burada olan rabitədə iştirak edən orbitalda P-dir. Yəni bunun 1 molunda 6 dənə P orbital iştirak edir rabitədə. Bəs 12 dənə P orbital olması üçün neçə mol olması lazımdır? 2 mol. Buradan yola çıxaraq gedək. Deməli, baxın, 2 mol əlimizdə CO2 alınıb. 100 çıxır, 100%, deməli, bu da 2 mol imiş də. C4H4. C4H4. Amma burada əmsal yazmalıyıq. Biz deyir, C4H4-dən 4 mol CO2 alınır da karbon sayına görə baxsaq. 1 molundan 4 mol alınır. Burada düzgün getmədik. 1-dən 4, 2 olanda isə 0.5. Bu deməli 0.5 imiş. Əmsal getirməliyik. Kalsium karbidə qədər gedək. Üçüncüdə deməli, yenə əmsalı fikir verməliyik. 2CH2-dən C4H4 alınar. C4H4-ün 0.5 moldur. Və burada çıxım 80%-dir. Biz baxaq görək. Nə qədər inç bunun 100%, bunun 2 molundan 1 mol alınır. X-i tapırıq 1 eləyir. Bu 1 80%-dir. Bunun əvvəlcədən 100%-ni tapaq nə qədər götürmüşdür? 1,25 mol götürülüb 80% çıxımdan 0.5 C4H4 alınıb və kalsium karbidə baxaq. C2H2, bu da karbon sayıları bərabərdir, əmsal olmayacaq. Bu deməli çıxım 50%, 1,25 bundan alınıb. Birin biri olduğu üçün bu 1,25-i 50% imiş. Z mol isə 100% deyək. Əvvəlcədən kalsium karbidi nə qədər götürdüyünü bilmək üçün. Burada isə Z 2,5 eləyəcək. Deməli 2,5 kalsium karbid götürüb. Əvvəlcədən neçə mol yazaq. Neçə mol kovalent rabitə var deyir. Kovalent rabitə gördüyünüz üçün burada 4 dənə, 3 dənə, bunlardır. 3 dənə kovalent rabitə var. 3 vur. 2,5, bu da bizə verir 7,5. Rahat olsun deyə belə ardıcılıqla gəldim, amma bilirsiniz ki, biz aşağıdan yuxarı doğru getdik, çünki bizə sonda alınan 12 mol rabitə yaradan P orbital olduğunu vermişdi. Davam eləyək. Altmış ikinci sualla. NH4 xlor verib polyar kovalent rabitə sayı X-dir, bari OH xlorda isə Y-dir, Y ədədi X ədədinin neçə faizini təşkil eləyir. NH4-də ehtiyatlı olmaq lazımdır. Nəyə görə? Çünki bunun öz tərkibində kovalent rabitə var. Bu donor akseptor olandır.
Bunun quruluşunu yazsaq belə olur. Polyar kovalent rabitə sahib. Bu x nəyə bərabərdir? Baxın. Polyar kovalent burada 4 dənədir. NH4-ün tərkibində 4 dənədir. Sonra barium OH orada. Bu ikisi iyonlu metalla qeyri-metal arasında burada kovalent olan bir dənədir. Y bərabər 1-ə. Y-də x ədədinin neçə vazləşir? X 100%-dirsə, Y-də 1-dir də neçə faiz olar? A deyək, 25% olar. 63-cü suala baxaq. Düyünlər arasında kovalent rabitə zəif molekullar arası və elektrostatik cazibə qüvvəsi deyir. Bir də deməli 3-5 olacaq. 3-5. Çünki bu düyünlər arasında düzdür, atom kristal qafəsdə amma kovalent yəni rabitə ilə əmələ gəlir də. 5-dəki qrafitdə də eynən kovalent rabitə olur. Kristal qafəsinin tipindən asılı olmayaraq. Zəif molekullar arası və elektrostatik cazibə qüvvəsi zəif olan isə 1 və olacaq 6. Bu sadəcə eyni şeyləri götürmür. Yəni kovalent rabitə zəif molekullar arası və elektrostatik cazibə qüvvəsi bunda var. Amma varianta görə belə uyğunlaşdırır da 3-5-1-6. 64. Maddə verib bizə üzvü maddədir. Molekulda karbonun ümumi orta sayı 2A-1-dir. 2A-1. Karbon ümumi orbital sayı deyir. Bu sp3, sp2, bu da sp2. Neçə orbital oldu bunun? 4 burada, 10. Onda nə? Bunun hibrid orbital var. Bəs P'si də var axı burada. 1, 2. 2 dənə də P'si var. 2-1 bərabərdir 12-yə. Burada bir səhv ola bildik. Deməli, nədir məsələ? Burada bizə ümumi orbital sayı deyir. Yəni, karbon 6 atomuna 1s2, 2s2, 2p. Burada ümumi orbital sayı nə qədərdir? 1 bunda, 2, 3 dənə də bunda. Ümumi orbital sayı 5-dir, amma neçədən karbon görürük? 3 dənə. Ona görə də 3 vurulsun 5, orbital sayına baxırıq. Hibrid və ya yəni, hamısına baxmalıyıq da əvvəlki iştirak eləyən, eləməyən. 3 vurulsun 5, bu da 15 eləyir. 2A bərabərdir 16, A bərabərdir 8-ə. Karbonun sigma rabitə yaradan orta sayı müəyyən. Burada sigmalar görürsünüz sp3, sp2, sp2, sp2 arasında olur. Yəni burada 10 dənə sigma rabitə yaradan orbital var. Bu 10-u müəyyənləsək A üstə gəl 2 olur. A çünki 8 üstə gəl 2 də bizə onu vermiş olacaq. 65-ə baxaq. Hansı birləşmələrdə rabitə polyardır, molekul isə qeyri-polyardır? 1, 2, 4-də. Deməli, karbohidrogenlər qeyri-polyar molekullardır. Maksimum valentliyi də görürsünüzsə, o da qeyri-polyar olmuş olacaq bu CH4-də. Karbohidrogenlər CH4, CO2-də də maksimum valentliyidir. Ona görə rabitələr polyardır, amma molekul özü isə qeyri-polyardır. 66-ya baxaq. Deməli, XA, YO, BC birləşməsində 48 rabitə elektronu var. BC hasilini tapın. Oksigen 8-ə bərabər. Bu oksigendən ipucu olaraq istifadə edə bilərik. Necə? Deməli, XA, YO ayağında B, bunun ayağında S. 48 rabitə elektron var. Baxın, 48 rabitə
elektron nə deməkdir? Burada nə qədər rabitə var? 48 bölü 2, düzdür? 24 rabitə var. Çünki bu bir dənə xətt 2 elektronu bildirir. 24 rabitə nə deməkdir? Ümumi rabitəni tapanda necə tapırdıq duzlarda və ya turşularda? Oksigenin valentliyin vurulduğunun indeksinə. Burada da B vur C olacaq. Deməli, bu nəyə bərabərdir? 24-ə. Burada BC hasili nəyə bərabərdir? 12-yə. BC hasilini istəyir elə bizdən. Bu da tapdıq 12-dir. 67. S2H2 birləşməsində qeyri-polyar kovalent rabitə sayı ümumi rabitənin neçə faizini təşkil edir? Qeyri-polyarlar 3 dənədir. 3 dənəsinə X deyir. Ümumi rabitə isə burada da rabitələr var. 5 dənədir. 5 dənəsi 100%. X bərabərdir 60%-ə. Geçək. Bir hissəyə 68-ə. Kalsiyumun H3PO2 ilə əmələ gətirdiyi duzda fosforun oksigenlə rabitəyə sərf etdiyi elektron sayı duzdakı ümumi sigma rabitənin nisbətini təşkil edir. Kalsiyumun əmələ gətirdiyi duzun formulu belə olacaq. Açıq quruluşunu da yazsaq bunun. Deməli, fosforun oksigenlə rabitəyə sərf etdiyi 1, 2, 3, 1, 2, 3. 6 dənəsi X deyək. Buzdakı ümumi sigma rabitə. İyon rabitələrdə sigma götürmürük. Deməli, 1, 2, 3, 4. Aşağıda 4 dənə olacaq elə. Cəmi 8 dənə. 8 isə 100%. X buradan tapırıq. 75% edir. 69-a baxaq. Metanda orta rabitə enerjisini hesablayın deyir. Deməli, gəlin baxaq. Bu metanın deyək, əmələ gəlmə reaksiyasını görürük. Deməli, bunun istilik effekti bərabərdir nəyə? Məhsulların burada CH4-də karbon hidrogen arası rabitə enerjisini bilmirik. Bunu X götürək biz. X götürək. 4X də götürə bilərsə əslində. Gəlin elə 4X götürək başdan. Çünki bizdə bir dənə karbon hidrogen arası rabitəni istəyir. 4X çıx. Başlanğıc maddədəki almazın deməli istilik effektini görürük. 124,2 üstə gəl. Bir də burada nə var? H2. H2-nin burada görürük enerjisini. Amma bir məsələ var burada 2-yə vurmalıyıq. Əmsal 2-dir. 103,3 və buradan X-i tapsaq eləyəcək 87,2. Deməli, sonra 70 X, A, H, PO4 və duzunda kovalent rabitə sayının iyon rabitə sayına fərqi 12-dir. Bir molduzda cəmi neçə atom var? Gəlin belə eləyək. Burada deməli biz ümumi rabitə sayını necə tapa bilərik? Oksigenin valentliyi vur indeksinə, yəni 4B-yə. Bəs bunun iyonu necə tapacağıq? Baxın, bu B elə X-in valentliyidir də. B vur A isə iyonun sayıdır. Və bizə deyir ki, kovalent rabitə sayının iyon rabitə sayına fərqi. Deməli, kovalenti necə taparıq buradan? Ümumidən, yəni 8B-dən çıxsaq B-A-nın. Bizə isə deyir ki, kovalent rabitə sayının 8B minus B-A-nın iyon rabitə sayına fərqi. İyon rabitədə B-A. 12-yə bərabərdir.
Bunu gəlin yazaq. Riyazi də artıq. Deməli, burada necə eləyəcək? 8b minus 2ba bərabərdir 12-yə buradan. 2b-ni mötərizə xaricdən çıxarsaq nə verər bizə? 4 minus a verər. Düzdürmü? Bərabərdir 12-yə. Şimdi yaparsaq b 1 minus a bərabərdir 6-ya. Bu hissədə 2 dənə məhsul var. Bəs bunu necə tapacağıq? Burada biz A-nı tapa bilərik. Necə? Baxın, bu H3PO4 duzda düzdür. Bu özünə nə qədər hidrogen verib? 2 hidrogen verib HPO4 oldu da. Deməli, A orada 2-yə bərabər. Yəni, bu X2HPO4B-dir. Burada da B 4 minus 2 yazsaq bərabər 6-ya. 4 vur 2 bərabər 6 edir. B bərabərdir 3 eləmiş olur. 1 mol duzda cəmi neçə atom var deyir. Deməli, A-nı tapdıq 2-dir. HPO4 bunda yanında 3 cəmi olacaq 20 atom. Abone olun, like edin, rey yazın, video linkini paylaşın. Sağ olun. Deməli, bizə maddə verir. Bu birləşmədə rabitə yaradan qeyri-qibrid orbital sayının neçə faizini rabitə yaradan p orbital təşkil edir. Gəlin baxaq. Bu sp2 deməli sp2 bu da sp2 sp bu da sp karbonlar sp-dir və qeyri-hibrid orbital sayı. Deməli, P-dir, hidrogen S-dir. Burada da baxın, bu pi rabitədə də var. Qeyri-hibridlər, burada 2 dənə var, hətta pi rabitəyə görə. Deməli, ümumilikdə rabitə yaradan qeyri-hibrid orbital sayı. Bu P ilə P-ni götürür burada 1 O. Üstə gəl hidrogeni götürür 1 O. Sonra bu pi rabitədə 2 dənə P var. Onu da götürür. Flor var burada. Flor var orada. Onu da götürür. Üstə gəl. Burada 2 dənə PP arası var. 1, 2, 3, 4. Yazaq elektronlar var 4. Ümumilikdə qeyri-hibrid sayı nə qədər oldu? Burada hidrogeni unutmuşuq. Üstə gəl bir dənə də orbital 10. Deməli, ümumilikdə 10 qeyri-hibrid var. Bunun neçəsi P-dir? Sadəcə bu ikisini çıxırıq. Hidrogenləri S-lərini 8. 8 X faiz götürək. O da bərabərdir 80. 72-yə baxaq. NH4PO4 maddəsində azotun ümumi rabitəyə sərf etdiyi elektron sayı ümumi atom sayının neçə faizini təşkil edir? Baxın, azot biz bu daxildə NH4 amonium ionunda rabitəyə ion deməli elektron sərf eləyib. Birində bu NH4 dağı donor akseptor var. 1, 2, 3, 4, 5. Birində 5 dənədir, üçündə 15 dənədir. Piluzda burada nə var? Deməli, ion rabitədə elektron sərf olunmur da. 15-ə qısayək. Ümumi atom sayda edir 20. 20 100%. Bu da bizə verəcək 75%. 73-cü suala baxaq.
CO molekulunda rabitədə iştirak edən elektron sayı rabitədə iştirak etməyə elektron sayının neçə faizini təşkil edir? Deməli, oksigen 6-dır, oksigen 8-dir, karbon 6-dır. Burada deməli, karbonun ikisi iştirak edir, 4'ü yox. İştirak etməyən 4 burada. Oksigenin 1, 2, 3, 4. 4'ü iştirak edir, 4'ü. İştirak eləməyən 8'dir. 8 100%. İştirak edən nə qədər olacaq? 1, 2, 3, 4, 5, 6. 6'sı isə x deyək. Buradan da x bərabərdir. Yenə 75'ə. Alüminyum fosfitli polymer kovalent rabitə sayı 3A üstəgəl 3'dür. X maddəsi orta fosfat turşusu amonyum duzudur. Hissəsi gedək. Yəni yaxşısı alüminyum 2HPO3 ayağında da 3. Polymer kovalent rabitə sayı 3A-3'dür. Burada polymer kovalent rabitə sayı nə qədər olacaq? Bu H3PO için H3PO istərəm. Fərqlidir, çünki ortaq mərkəzi atoma da hidrogen birləşir. Deməli, baxırıq nəyə? 3H++ tapmalıyıq. Burada HPO3 görürsünüz 3 dənədir. Polymer kovalent rabitəsi. Polymer kovalent rabitələrdə 1, 2, artıq burada alüminyumlar əvəz olunacaqdır ona görə. 1, 2, 3, 4, 5. 3 olduğu üçün burada HPO3'ün sayı 15'dir. Amma burada nəyə bərabərdir? 4'ə. Sonra X'ə baxaq. X maddəsi orta fosfat turşusunun amonyum özüdür. NH4, 2, HPO4. X tuzu həm H3PO4 həm də NH3 reaksiya daxil olur deyə biz bunu götürdük. Baxın. Həm NH3 reaksiya girə bilər. NH4PO4 alınır. Həm də H3PO4 reaksiya girib NH4 H2PO4 alına bilər. Ona görə variant olaraq bunu götürürük. X tuzunda polymer kovalent rabitə sayı, ion rabitə sayı nisbəti müəyyən edilir. Deməli, bunun kovalenti baxın. Bunun özündə 1 molunda 4 dənə kovalent var. 2 olduğu üçün ayağında 8 kovalent burada. Üzərinə gəl. Burada ümumi normalda necə tapırdıq? 2 vur 4 tapırdıq da. Amma burada NH4 ilə HPO4 arasında 2 dənə ion rabitə var. Onu çıxsaq, üstə gəl 6, yəni 14 dənə kovalentimiz olmuş olur. 14 bölü 2, 2 də NH4 və HPO4 arasında ion rabitə sayıdır. Bizə verəcək 7-ni. A plus 3 götürə bilərik. 4 üzəgəl 3, 7-ni versin deyə. 75'ə baxaq. Hər biri 1 mol olan alkan və alkaden götürülmüşdür. Hər birində eyni sayda hidrogen var. Deməli, CnH2n plus 2, CXH2 2. 1 mol alkaden götürüb hər birində eyni sayda hidrogen var. Baxın, 2n plus 2 bərabərdir 2x minus 2'yə. Buradan bir bərabərliyə əldə edək. N bərabərdir x minus 2'yə. Müqaribə dərəcələrin yanmasından alınan CO2'lərin mol cəmi sərf olmaq üçün mol cəmindən 6 vahid azdır. Şimdi bunların yanma reaksiyasını yazsaq. Burada gəlin bunu da x-lə əvəz eləyək. Cx minus 2, H 2x minus 2 olacaq. Yanma reaksiyasını yazsaq. 3x minus 5 bölü 2, O2. Bu x minus 2, CO2 üstə gəl. X minus 1. H2O. Cx H2x minus 2. 3x minus 1 bölü 2. O2. X CO2. X minus 1. Suallar buradan H2O. İndi bizə
Ne demişti? CO2'ların mol cəmi. CO2'lərin mol cəmi. Bax, X minus 2 üstəcə X. Yəni 2x minus 2-də. Bu deyir ki, O2'nin mol cəmindən 6 vahid azdır. O2'nin mol cəmindən 6 vahid az. O2'lər 3x minus 5 bölü 2 üstəcəl 3x minus 1 minus 6 yaza bilərsiniz. Burada x-i tabanda x 7 deyir. Sonra nə soruşur? 1 mol alkadiyində karbon atomu. Alkaden CX H2X minus 2 idi. Yəni C7 12 sigma rabitə yaradan orbital sayı. Deməli, sigma rabitə yaradan burada karbon hidrogen arası elə hidrogenin sayı qədərdir 12-dir. Sonra karbon arası isə deməli karbon arası orbital sayı istədiyi üçün bizdən rabitə sayı 6 eləyir. Amma orbital sayı dediyi üçün bunu vururuq 2-yə. 12 üstəgəl 12 o da eləyir 24. Deməli, necə oldu da? Baxın, karbon hidrogen arası rabitə sayı 12-dir. Burada karbonun da, yəni iştirak edən orbitalda, orbital yəni elektron kimi də düşünə bilərsiniz. 12 dənə hidrogen var, 12 dənə də karbonun orbitalı var da. Burada da sırf karbon atomunun sigma rabitədə iştirak edən soruşur. Karbon arası da orbital sayı 12 olacaq. 12 bizə verir 24. 76-ya baxaq. Bərabər mol miqdarda CXH8 və C4 H4 karbohidrogen qarşılığı verilir. Bu qarşıda qeyri-polyar rabitə sayının cəmi ümumi rabitə sayı cəminin 50%-ni təşkil edir. Qısı müəyyən et. Deməli, CXH8 və C4H4. Nə deyək buna? Deməli, buradakı rabitə sayını bilmirik. Buna n deyək. Qeyri-polyar rabitə sayı. Buradakı vinil asetilin olacaq. Qeyri-polyarlar. 1, 2, 3, 4, 5, 6. 6 üstəcəl n deyək. 50%'dir. Və nə soruşur? Deyir, ümumi rabitə sayı cəminin 50%. Ümumi rabitə sayı. Yenə 6 plus n, onsuz da ki, onu götürək. Qeyri-polyarları. Polyar nə qədər olacaq? Burada baxın, 8 hidrogen var, 8 dənə də polyar olacaq. Üstəgəl bu tərəfdə də 4 hidrogen var, 4 polyar. Bu isə 100%'dir. Bundan artıq hesablamayan da görə bilərik. 6n plus 50% daha 800 də gəl 4. 50% budur. 50% də budur da. Yəni 6 üstəgəl n bərabərdir 12-yə. N də nəyə bərabər? 6-ya. N 6-dırsa qeyri-polyarı bunun deməli. Amma Cn H2n minus 2 olanda alkaden olanda və yaxud da alkin olanda n plus 1 sayda olacaq da oradakı qeyri-polyar rabitə sayı bu da uyğun olur C5H8-ə.